Əziz dostlar, 2023-cü ilin Lexus RX 500H çıxır auksyona. Maşın 2.4 motor hibriddir əziz dostlar. Deməli, maşın orijinal zavod F-Sportdur. Əziz dostlar, 125 min dirhəm start qiymətlə çıxır, 22 min maşının yürüyüşü var. Gördüyünüz kimi zədəsi maşının ön hissəsindədir. Deməli, belə bir göstərim sizə. Deməli, sağ fara lazım olacaq bufer. Deməli, abisovka salamat yox, abisovkası da qırılıbdır. Bufer abisovka ilə lazım olacaq, kapot düzələcək, krilo lazım olacaq. Gördüyünüz kimi sağında bir də qapısında belə bir zədəsi var. Bu təmirə yararlıdır. Arxa qapısında burada xırda batığı var. Arxasında maşın heç bir zədəsi yoxdur. Maşın gördüyünüz kimi RX 500H. Direkt 4'dür maşın. Maşın polnu full komplektasiyadır. Bir də sol arxa krılosunda belə bir zədəsi var. Plasmas padnoşka lazım olacaq və qabaq krılosunda xırda batığı var. Bunlar hamısı təmirə yararlıdır. Qapıları bağlı əziz dostlar, açarsız daxil olma, kör nöqtənin sensoru, 360 dərəcə kamerası var. Qara qırmızı koca salon, head-up display mövcuddur. Panorama lük, deməli açılıb sağ qabaq sol silahı airbagı, sol jalüzi airbagı açılıbdır. Maşının vininə baxa bilərsiniz. Maşın polnu full komplektasiyadır. Kimsəsə əlaqə saxlasın, gözəl qiymətə bu maşını əldə etmək olar.